Bismillahirrahmanirrahim. Velhamdülillahi Rabbil alemin. Hər birinizin cümə günü mübarək olsun. Və Allah Təbarəkə və Teala sizləri bu bayram günündə nə qədər bərəkət və nə qədər xeyirlər, nə qədər gözəlliklər qərar veribdirsə, yazıbdırsa, onlara çatdırsın. Hər gün açılır könlümü zövq-ü vüsalın yengidən. Gərçi güllər açmağa hər ildə bir Novruz olur. Məhəmməd Füzulinin sözləridir. Bu sözləri keçən il təkrar eləmişik, söyləmişik Novruz bayramı haqqında. Qısa məlumat verim və əsas sizlər üçün hazırladığım mövzuya keçim. Peyğəmbərimizin adı gələndə bu bizim şüarımızdır. Əgər Allah bizə əmr eləyirsə ki, Allah və mələkləri Peyğəmbərə salavat deyirlər, ey müminlər sizlər də salavat deyin. Nə qədər desək, hətta bir yan yol gedirsən, bəzən zümzümə eləmək istəyirsən, adamın dili istəyir ki, nəsə bir zümzümə eləsin, onda da söylə, salavat alə Muhammed və ali Muhammed. Allahümmə salli alə Muhammed və ali Muhammed. Mənim müəllimin bir dostu vardı, hər zaman gələndə ayaqqabın qaytanını bağlayırdı, gördüm salavat deyir. Deyir, niyə boş dayanmısan? Dilin niyə dayanıbdır? Bir salavat deyir. Dəstəmaz almağa gedirsən, denən salavat alə Muhammed və ali Muhammed. Allahümmə salli alə Muhammed və ali Muhammed. Ey Peyğəmbər, minlərlə adamın taundan, ölüm qorxusu ilə öz yurtlarını tərk edib getdiklərini görmədinmi? Allah onlara ölün dedi və sonra da yenidən lütf edərək onları diriltdi. Həmin hadisə Novruz bayramına təsadüf etdi. Lakin insanların bir çoxu şükür etməzlər. Bu Əl-Bəqərə surəsi 243-cü ayədir. Mötəbər bir hədisdə İmam Məhəmməd Baqir və İmam Sadiq əleyhissalamdan rəvayət olunur ki, minlərlə, 70 mindən çox insan İraqın Əl-Vasit şəhərindən, yəni hal-hazırda bu şəhər Kufə şəhəri ilə Bəsrə şəhəri arasında yerləşir, taun xəstəliyi qorxusundan, bir xəstəlikdir ki, insanın burnu tökülər, qulağı tökülər, bir dəhşətli bir vəba kimi xəstəlikdir. Taun xəstəliyi qorxusundan səhraya qaçdılar. Allah Teala buyurdu, ölün. Onlar bir saatin içərisində öldülər. Üstündən uzun bir müddət keçdi. Onların sümükləri çürüyüb torpağa çevrildi. Təsəvvür eləyin ki, bir ümmətə, bir xalqa bir bəla gəlibdir, heç kəs də yaxınlaşmaq istəmir, minlərlə insanlar ölüb, 70 min insanın təsəvvür eləyin ki, yerdə cəsədləri torpağa çönüb artıq çürüyübdür. Bir gün Allah Taala'nın nəbilərindən biri olan Hizqil Peyğəmbər o yerdən keçirdi. Həmin çürümüş sümüklərə baxaraq dedi, İlahi, sən bunları öldürdüyün kimi diritməyə də qadirsən. Mən səndən arzu edirəm və istəyirəm ki, sənin şəhərlərini abad etsinlər və sənə ibadət edəcək bəndələr dünyaya gətirsinlər deyə bunları bir daha dirildəsən. Allah ona belə vəhy etdi. Onların üzərinə su səp və dua elə. Burada bir hikmət var. Su səpməyin özündə bir hikmət var. Qədim Peyğəmbərlərimizin deməli elədiyi əməllərdən və Allahın əmrlərindən biridir, necə ki hədisdə söylənilir, necə ki Quran-ı Kərimdə də buyurur, فَبِهُدَاهُمْ اِقْتَدِهِ Peyğəmbərlərin doğru yollarına tabi olun. Su səpmək, ana bacılarımız bəzən görürsən ki, bir səfərə gedəndə dalımızla su səpirlər. Su səpməyin özündə bir hikmət var, həyat var, diritmə var, sağatma var. Su həyatın mənbəyidir. Necə ki Allah Quranda buyurur, وَجَعَلْنَ مِنَ الْمَاءِ كُلَّ شَيْءٍ Hay biz hər şeyi sudan diritdik. Çox maraqlıdır ki, bu günləri su səpmək mərasimi hələ də bəzi dinlərdə də qalıbdır, o cümlədən xristiyanlarda su səpərlər üzlərinə. Su səpməyin hikməti var. Hizqil Peyğəmbərə Allah əmr eləyir ki, onların üzərinə su səpərək dua elə. Hizqil Peyğəmbər Allah Taala'nın dediyi kimi elədi. Allahın izni ilə çürümüş sümüklər əvvəlki vəziyyətinə gəldi. Bədənləri düzəldi və ruhları bədəninə qayıtdı. Fikir verin,
ət çürüyüb yoxdur. Sümük çürüyüb qalmayıb. Yenidən Allah onlara ət gətirdi. Onlar bir-birinə baxıb Subhanallah, Allahu Ekber və la ilahe illallah dedilər. Hizqil Peyğəmbər əleyhissalam dedi, mən şəhadət verirəm ki, Allah Teala hər şeyə qadirdir. Bundan sonra həmin insanlar uzun illər yaşadılar. Bu barədə Əl-Bəqərə surəsinin 243-cü ayəsinin təfsirinə dair yazılmış Əllamə-i Təbatəbainin Əl-Mizan əsərinə, Cəlaləddin Siyutinin Əd-Durrul Mənsur əsərinə, o cümlədən Fəxrəddin Razinin Məfatihul Qeyb əsərinə və s. təfsirlərə bax. İmam Sadiq əleyhissalam buyurmuşdur, bu qədər minlərlə insanlar Novruz günü dirilmişdilər. Yeri gəlmişkən qeyd edək ki, bu ayə rəcətə, yəni qiyamətdən əvvəl bəzi insanların diriləcəyi inanca da bir sübutdur. Çünki hər şey belə deyil ki, qiyamət günü dirilsin. Allah təbarəkə və teala 70 min insanı qiyamətdən öncə diriltmişdirsə, biz ki bu əqidədəyik ki, İmam Zaman ağa gəlişində rəcət əqidəsində varıq, bir dəstə insanlar qəbirdən qalxarlar, dirilərlər Allahın izni ilə. Bu əqidənin, bu inancın təsdiqi üçün Bəqərə surəsinin təfsirində gələn bu alimlərin fikri də bir, yəni daha doğrusu hədis də bir sübutdur. İmam Sadiq əleyhissalam buyurmuşdur, Novruz günü günəşin yer kürəsinə ilk saçdığı gündür. Təbii ki, günəş yerə saçırsa, göyərmə əmələ gəlir. Təbii olaraq da bu İmam Sadiq əleyhissalamın sözü həqiqətlə eynidir. Firon dedi, ya Musa, sən sehrinlə bizi öz torpağımızdan, Misirdən qovub çıxartmağa gəlmisən, elə də biz sənə eyni ilə onun kimi bir sehir göstərəcəyik. Onlar elə bilirlər Musa əleyhissalam sehir göstərir. Bizimlə öz aranda bir vaxt təyin et, nə sən, nə də biz vədəmizə xilaf çıxmayaq. Bu ikimizə də əlverişli bir yerdə olsun. Görək kim kimə qalib gələcək. Musa dedi, sizə verilən vədə zinət günü və cəmaatın bir yerə toplaşdığı günorta vaxtıdır. Taha surəsi 57, 58 və 59-cu ayələr. İndi diqqətlə baxın. Quran-ı Kərimdə bu gün zinət günü, yaraşıq vermə, bəzənmə günü kimi qeyd olundu. Əhl-i Sünnə alimi Zəməxşəri özünün Əl-Kəşşəf əsərində yazır. Bu günə ona görə zinət günü deyirlər ki, bu gündə onlar bayram edir, zinət paltarlarını geyinir və hər şeyə yaraşıq verirdilər. Bu da Novruz günü olmuşdur. Əhl-i Sünnə alimi Zəməxşəri qeyd edir ki, Allahın Rəsulu Musa aleyhissalamın Firon üzərində və o sehirkarlar üzərində qələbə çaldığı gün, Allahın qüdrətinin görsəndiyi gün Novruz bayramına təsadüf edir. Zinət vurmaq günü də evlərə cəmaatın yaraşıq verdiyi gündür. Bu gündə onlar bayram edir, zinət paltarlarını geyinir və hər şeyə yaraşıq verirdilər. Bu da Novruz bayramı günü olmuşdur. Əllamə Təbatəbai Əl-Mizan əsərində qeyd edir ki, Musa Peyğəmbər Fironla öz arasında bu günü ona görə təyin edir ki, bu hadisə bayram günü, cəmaat bir yerə toplaşanda, günorta vaxtı, bütün insanların gözü önündə baş versin. Bu ayədə zinət gününün Novruz bayramı olduğunu Əhl-i Sünnənin bir çox alimləri də təsdiq edir. O cümlədən Sələbi özünün Əl-Kəşfu vəl-Bəyan, Səmərqəndi özünün Bəhrül Ülum, Müqatil ibn Süleyman, Təfsiri Müqatildə, Cəlaləddin Suyuti özünün Əd-Durrul Mənsur əsərində zinət gününün Novruz bayramı günü olduğunu qeyd edir. Ayətullah Məqarim Şirazi Təfsiri Numunə kitabında İmam Sadiqdən belə hədis nəql edir. İmam Sadiq əleyhissalam Novruz bayramı haqqında buyurmuşdu, bu gün mübarək gündür. Çünki bu gündə Nuh Peyğəmbərin gəmisi Əl-Cudi dağında dayanmışdır. Bu o gündür ki, Peyğəmbərimizə Cəbrail nazil olmuşdur. Bu həmin gündür ki, Novruz bayramı Əli əleyhissalam Peyğəmbərimizin mübarək çiyninə çıxaraq bütləri sındırmışdır. Bu gündə Peyğəmbərimiz sahabələrə əmr etmişdir ki, İmam Əliyə beyət edib, onu möminlərin ağası olaraq qəbul etsinlər. Deməli, İmam Əli əleyhissalamın bəzən deyirlər ki, Novruz bayramı Cənab Əli bayramıdır
Məsələn, belə xalq arasında da məşhurdur. İndi bunun, belə deyək, faktını sizə Əhl-i Sünnə mənbəyindən göstərəcəyim ki, doğrudan da Həzrət Əli əleyhissalamla Cənab Əli bayramı olduğunu Əhl-i Sünnə alimləri təsdiq edirmi? Deməli, İmam Əlinin Əmir əl-Müminin seçildiyi gün Novruz bayramı günü olmuşdur. Bunu bir çox Əhl-i Sünnə alimləri də təsdiq etmişlər. O cümlədən Beyhəqi özünün Əs-Sunanil Kubra, Xətib Bağdadi, Ət-Təbəqatus Səniyyə, Cəlaləddin Suyuti, Cami'ul Əhadis, Məhəmməd ibn İbrahim Cəfi, Ət-Tarixul Kəbir kitabında belə nəql edir. Novruz bayramı günü Əli Əbu Talib oğlu Həzrət Əliyə camın içərisində halva hədiyyə verdilər. İmam bu nədir deyə soruşduqda dedilər, ya Əmir əl-Müminin, bu gün Novruzdur, bu da Novruz hədiyyəsidir. İmam dedi, hər günümüzü Novruz edin. Hədisin ərəbcəsində yazmışıq ki, ərəbcə bilənlərə maraqlı olsun, necə ki, ərəb dilində də qeyd edir hədisdə ki, qalə utiyə aliyyən raziyallahu anhu bi hədiyyə, Həzrət Əli əleyhissalama hədiyyə gətirdilər. Yevmun Neyruz, qalə ma hazihi, nədir bu? Qalu ya əmirəl müminin, həzə yevmun Neyruz, bu Novruz günüdür. Həzrət buyurdu, qalə fəsnəu kullə yevmin Neyruza, hər gününüzü Novruz edin. Əhl-i Sünnə alimləri də bunu artıq təsdiq edirlər ki, Əli əleyhissalamın xəlifə seçildiyi gün, Əmir əl-Müminin seçildiyi gün Novruz bayramına təsadüf edir. Axı biz tarixdə bilirik ki, bu hadisə Zilhəccə ayında olmuşdur. Nə cür ola bilir Zilhəccə ayı Novruz bayramına təsadüf etsin? Bildiyimiz kimi İmam Əmir əl-Müminin təyin olunduğu gün Peyğəmbərimizin axırıncı həcdən qayıdarkən Qədirxum adlanan yerdə olmuş və bu hadisə Zilhəccə ayında baş vermişdi. Bu nə ilə əlaqədərdir? Bu hadisənin Novruz bayramına təsadüf etməsi Zilhəccə ayının dövr edərək bahar fəslində olması ilə əlaqədərdir. Yəni nə cür ki, bəzən məhərrəmlik gəlib qışa düşür, bəzən payıza, bəzən yaza düşür, dəyişir və bu günlərdə Həzrət Əli əleyhissalamın tarix də təsdiqləyir ki, təyin olunduğu gün Novruz bayramına təsadüf edilir. Bu da ilim fırlanaraq Novruzun gəlib Zilhəccə ayında olmasını göstərir. Burada Novruz bayramı haqqında əməlləri də qeyd olunubdur və il dəyişən saatda hansı duanı deməliyik, onlar da qeyd olunub. Allah təbarəkə və teala Azərbaycan xalqının və bu günləri bütün dünya müsəlmanlarının bayramı və bəlkə də deyərdim Musa Peyğəmbərin dövründən artıq bu böyük bir bayramdır. Təkcə bunu hansısa bir xalqa mənsub eləmək olmaz ki, bu bizim yalnız bayramdır. Bu artıq bütün dünya müsəlmanlarının bayramıdır. Çünki Musa əleyhissalamın qələbə çaldığı gün, Allahın qüdrətinin görsəndiyi gün Novruz gündə təsadüf etmişdirsə, bu çox əlamatlar gündür və bu bayram günündə hansısa bir xalqa aid etmək olmaz. Amma bizim millət, Azərbaycan xalqı başqa xalqlardan fərqli olaraq Novruz bayramını çox möhtəşəm keçirmiş və bu günlər bizim özümüzə xas olan elə adət ənənələrimiz var ki, Novruz bayramını qeyd edən digər xalqlardan da fərqlənirik. Allah Teala bayramınızı mübarək eləsin. Allah bütün bu bayram günündə qəlbimizi sevindirsin və gələcək günlərimizi xoş, aqibətimizi xeyirli etsin. Salavat söyləyək. Allahümmə salli ala Muhammed və ali Muhammed.